siz bizdə olmuşsunuz 2021-ci ildə. Bəli. 2 apreldə. Artıq deməm düz 4 il bundan qabaq. 4 il yedik. 4 il qabaq sizdə şəkər diabeti var, təzyiqiniz var. Sonra beldən başlayıb ayaqlara yayılan ağrılar var idi. MRT çəkdirmiş o vaxtı ciddi spinal kanal darlığı var idi və hər iki el büküb çıxan yırtıqlar vardı. Əməliyyat demişdimsə ki, əməliyyat olmaz. O vaxt əməliyyat istəmədiniz. İğnə vurdum 2 tərəfdən, həm radikal yandırma elədi belinizə, həm epidural steroid elədim. Ondan neçə fayda gördünüz? Ondan ilk yarım, başta mən ağrımadım həkim. Çox gözəl effekti oldu. Baxmayaraq ki, onu şans olaraq eləmişlər. Demişdim ki, ola bilər 6 ay, ola bilər 1 ildir. 1 il vaxt verirsiniz həkim, sözünüzü. İl yarım onda şükür olsun. O da ürək əməliyyatı oldu. Ürək əməliyyatından sonra mən belə başa düşdüm ki, mən çox oturqu oldum, hərəkətsiz oldum. Ondan sonra ağrılarım artdı. Amma o boylandan sonra mənim bütün sağlamlığım bitirdi. Baldırım buzu bağlayır burası. Ondan sonra uyuşur, düz gəlir. Bax bu sənə var ki, ora qədər. Əllərim keyləşir. Yeriyəndə nə qədər yeriyə bilirsiniz dayanmadan? Yeriyəndə nə bilim bir 20 metr, 30 metr gedirəm, otururam. Otururam, dincəlirəm, sonra dizə dururam.